Xoş gördük, dəyərli izləyicilər. Ölkədə və dünyada baş verən ən son xəbərlərdən anındaca xəbərdar olmaq üçün Günlük Xəbərlər YouTube kanalımıza abunə olun və bildirişləri açmağı unutmayın. Avqustun 15-də Azərbaycanda hava şəraitinin dəyişkən və bəzi ərazilərdə yağışlı keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Gecə temperatur 22-25 dərəcə isti, gündüz isə 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz isə 50-55% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın qısa müddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Rayonlarda havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 32-37 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 12-17 dərəcə, gündüz isə 20-25 dərəcə isti təşkil edəcək. Günlük Xəbərlər YouTube kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.